Salam uşaqlar. Əyləşin. Əziz uşaqlar, indi riyaziyyat dərsinizdir. Dərsliklərinizi nə yaxşı tənəffüsdən açılsınız. Bugün dərsimiz hər günkündən bir qədər fərqlidir. Çünki qonaqlarımız gəlir. Qonağa nə deyirlər? Xoş gəlmişsiniz. Ay, sağ ol. Uşaqlar, 2 aya yaxındır ki, riyaziyyat dərsi keçirik. Bəs riyaziyyat dərsində biz nə öyrənmişik? Mən Simozə. rəqəmləri öyrənmişik. Rəqəmləri öyrənmişik. Aqil. Rəqəmləri yazmağı öyrənmişik. Yazmağı öyrənmişik. Daha Aydan. Və kiçik işarələrini öyrənmişik. İlqar. Müqayisə etmə öyrənmişik. Reyhanə. Qala axir toxunaraq saymağı. Toxunaraq saymağı öyrənmişik. Sahib nə öyrənmişik? İləri və geriyə saymağı. İrəliyə və geriyə saymağı öyrənmişik. Kənan nə öyrənmişik? Görərək sayırıq. Görərək sayırıq. Mələk necə sayırıq? Görərək, eşidərək, toxunaraq. Görərək, eşidərək, toxunaraq sayırıq. Başqa Lalə. Ləma. Ədəd 9 üzərində saymağı öyrənmişik. Lalə nə öyrənmişik? Muncuqları saymağı öyrənmişik. Muncuqları saymağı öyrənmişik. Sən Fidan, Aydan nə öyrənmişik? Necə? Hesablamalı. Hesablamağı öyrənmişik. Yaxşı, biz idman hərəkətlərimizi saymırdıq da. Sayırdıq, hə, idman hərəkətlərimizdə. Yaxşı, durun sayağın görək onda. 2. Siz başqa şeylər də öyrənmişsiniz axı. Biz tək və cüt ədədləri tanımırsınız. Tanıyırsınız. Sıfır haqqında bir şey eşitməmişsiniz. Eşitmişsiniz. Sakit görüm abi. Çox özlərini Deməli, sıfır, ərəbcə, boş şey. Yəni heç nə. Düzdür? Düzdür Dilbər? Dilbər, sən tək ədədləri tanıyırsan mı? Dur görüm tək ədədləri tanıyırsan mı? Hansılardır? 3, 5, 7, 9. 9. Bəs cüt ədədləri kim tanıyır? Kim? Aydan. 1, O tək ədədlər, sən cüt ədədlər. 2, 4, 6, 8. Və salam. 2. Xor təkrar edək görək. 2, 4, 6, 8. Yaxşı, İlqar nədən bilir ki, o tək ədəddir? Çünki biz əşya qrupu ayanda yerdə bir əşya qalır, o tək ədədir. Sən bunu göstərə bilərsən, ha? Məsələn, mən sənə bir 5 dənə daş verirəm. Sən onu cüt-cüt ayır görək ki, o 5 ədədi tək ədəddir, yoxsa cüt ədəddir? 2 cüt yerdə bir əşya qaldı. Deməli 5. Tək ədəd. Deməli 5 tək ədəddir. Daha kim bir cüt ədədə, tək ədədi tapa bilər ki, görək bu təkdir, cütdür. Hə, Reyhanə. Say görüm Reyhanə, bu daşları səndə neçə daş var? Say. 1, 2, 3, 4, 5, 6, 7. Hə, indi onu bil. Bax görək o təkdir, yoxsa cütdür. Yoxsa görək. 2 ayır. 2, 2. Aha. 2, Aha. 4. Aha. Bir dənə əşya qaldı. Sənin daşların neçə dənə idi? 7 dənə. Hə. Deməli, sən necə ayırdın? Cüt-cüt ayırdın da, düzdür? Düzdür, uşaqlar. Bir əşya qaldı. Tək ədəddir də, deməli 7. Ha, deməli biz bunu öyrənmişik ki, bu deməli tək ədədlər hansıdır? Cüt ədədlər hansıdır? Uşaqlar, biz nələri sayırıq? Riyaziyyat bizə nə də kömək edir? Nəyi sayırıq biz? Nəyi sayırıq? Ədədlər sayırıq, başqa nəyi sayırıq? Həyatda bizə riyaziyyat nə üçün lazımdır, hə?
İdimal başqa? Pulları saymaq üçün. Pullarımızı sayırıq. Başqa nəyi sayırıq? Manatlarımızı. Hə? Manatlar ilə pullarımızda əl nəyimizi sayırıq? Öyrənmişik onu böyük versə. Dilbər nəyi sayırıq? İşarələr sayırıq. İşarələri, hə, olsun da işarələri. Hə, kubları sayırıq. Başqa? Həyatda başqa? Qardaşlar sayırıq. Qarandaşlar. Nuray nəyi sayırıq? Dəftərləri sayırıq. Hə? Nə? Əllərimizi başqa? Başqa? Dəftərlərimizi sayırıq. Dəftərlərimizi sayırıq. Başqa? Güllərimizi sayırıq. Güllərimizi sayırıq. Ayları, illəri, günləri, həftələri saymırıq. Sayırıq. Yaxşı, uşaqlar. Bugün ilk dəfə olaraq biz əşya qruplarını bir yerə yığacağıq və onların cəmini tapacağıq. Heç bilirsiniz bunu biz nəyin köməyi ilə eləyəcək? Toplama əməlinin köməyi ilə eləyəcək. Bu gördüyünüz toplama əməlidir. Biz bu toplama əməlinin köməyi ilə əşya qruplarını birlikdə sayacağıq, üst-üstə gələcək və cəmi tapacaq. Yaxşı. Uşaqlar. Şəklə uyğun, görüntüyə uyğun nə görürsünüz? Bu gördüklərinizin riyazi ifadəsini kim qura bilər? Mən. Aynur. 4 üstə gəl 2 bərabərdir 6. Düz deyilmi uşaqlar? Gəlin Aynur'u alqışlayaq. Ay sağ ol, tamamilə doğrudur. Əyləşin görürüm, əyləşin görürüm. Uşaqlarınızı monitora. Hamı lövhəyə baxsın. Görək lövhədə siz nə görürsünüz? Aha. Uşaqlar, siz neçə pişik görürsünüz? Bəs burada neçəsi var? 2. Hindi gördüyünüzün riyazi ifadəsini necə quraq? Mən. Ha? Başqa? Ləman. 4 üstə gəl 2 bərabərdir 6. 6. İndi diqqətlə qulaq asın bax. Neçə pişik vardı? Neçə pişik gəldi? Neçə pişik oldu? Biz bu məsələləri belə quracağıq ha uşaqlar. İndi cavab verək. 4 pişik vardı deyək. 4 pişik vardı. 2 pişik gəldi. 6 pişik oldu. Belədir, belədir. Gördünüz? Aha. Keçin o birisinə. Aha. 2 üstə gəldi. Onların sayı 7 oldu. Aha. Aysel necə yazarıq? 4. 4 üstə gəl 3 bərabərdir 7. 4 üstə gəl 3 bərabərdir 7. Hə, burada çıxmağı da yaddan çıxarmaq olmaz ha. İnşallah sonra da çıxma keçəcək. Bugün ilk dəfə toplama əməli ilə tanış olduq. Əgər buradan bu 7-dən, bax cəm 7-dir. Bu 4 dovşan çıxdı getdi, nə qalacaq? 3. Yaxşı, 3 dovşan çıxdı getdi, nə qalacaq? Aha, gördün, cəmdən toplananların birini çıxacaq, qalacaq o biri toplanan. Çünki bunların hər birinin öz adı var. Bax, bu 4 dovşan birinci toplanan. 3 dovşan ikinci toplanan. 7 isə onların cəmidir. Beləliklə, biz komponentlərin adlarıyla tanış oluruq. Toplanan. Toplanan cəm. Bir də təkrar eləyək. Toplanan cəm. Ağaçda 3 dənə parmesan var idi. 3 də gəldi, bərabərdir 6. Necə yazarsan o riyazi ifadə şəklində? Özü desin. De özün. 3 üstə gəl 3 bərabərdir 6. Ay sağ ol. Düzdür mü uşaqlar? Ay sağ ol. Əl çalağında. Düzdür. Tamamıyla doğru. Alqışlarıma yadımızdan çıxmış. Yaxşı. İlqar desin. 4 balıq var idi. Aha, bax gör neçəsi gələcək. İkisi də gəldi. Onların sayı 6 oldu. Aha.
Necə riyazi ifadə şəklində yazarsan? 4 üstə gəl 2 bərabərdir 6. Əl çalaq İlqar üçün də əla düz dedi. İndi Davud desin. 3 bayquş var. Biri dərdə. Riyazi ifadə şəklində de görüm necə yazarsan, sən onu misal şəklində yazsan. 3 üstə 1 bərabərdir 4. 1 3 düz değil mi uşaqlar? Davudu da alqışlayaq. Sonra Kənan desin, Kənan dur. Bir ayı var idi. Biri de geldi. İki doğuşan. Doğuşan diyor oğlum, ayı değil o. Doğuşandı, biri var idi, biri de geldi. Ayı da olabilir. Bəli, ayı da olabilir, heyvanlardır da. Hə, oldu neçə, onların sayı neçə oldu? 2 oldu, yaxşı. Növbəti düz değil mi? Əl çalaq Kənan içində. Mələk desin, mələk. Ağacda 2 sərçə var. Onların sayı 3 oldu. Aha, düzdür mü uşaqlar? Gördülər mi? Əl çalaq mələk üçündə. Növbəti gəlsin, Kənan desin. Kaç, aha, fikri. 5 tane can var idi. İkisi de Şimdi geldi. bak gör neçəsi gəl, diqqət ama görmürsən, başladın. Üçü de geldi. Aha, oldu neçə? Yok, çaşdırım, özü sayacaq. 5, indi üstünə paralizənləri sayırıq. 5'ten sonra nə gəlir? Yok, 5'ten sonra nə gəlir? Sayanda. 5'ten sonra. 1, 6, sonra. Aha. 6, 7, 8. Neçə oldu? Cəm oldu 8. Ay, sağ ol. Ay, sağ ol. Cəm oldu 8. Sonra. Ben Güher de siz danışın. Emil danışsın. Hə. Ne var idi orada? Bak. 1 var idi. Hansı heyvan diyor? Hansı heyvan diyor? Sincap. 2 sincap da geldi. Onların sayı Neçə oldu? 7 oldu. Necə hesabladın onu? 5. 5 de geldi. 2 beraber değil. Ha, uşaqlar saxlayın orada. Sağ olur. Kürəyi olur qəhvəyi rəngdə. Vəhşi heyvan deyil ha. Ot yiyir o, yarpaq yiyir, palıd qozaları yiyir. Çox şam ağacında olur, şam ağacında. Bəzən o 9 metr hündürlükdən ayaqları üstə düşə bilir. Quyruğu tarazlıq saxlayır ki, o yıxılmasın. Siz onunla tanış değilsiniz. O kirpi ilə tanışsınız, kirpini çox görürsünüz. Onun haqqında məlumatınız yoxdur. Yaxşı, o bir şəklə baxaq, növbəti şəklə. 4 tane limon vardı. Ha? 4 tane limon vardı. Oğlum limon değil bu. Şaftal. Bu şaftal değil oğlum, elini ağzından çıkar. 4 tane şaftal vardı. 4 tane de. 4 tane geldi. 4 tane de armut. Ha. Biz onların yerini necə taparıq? Necə tapdın sen onu? Ha, 4. Üstə gəl, 4. Beraberdi 8. Aha, növbəti şəkil. Ben Dilbər. Dilbər, dur de. 6. Aha. 2 vardı. Hı. 2 tane de. 2 tane de toyuk vardı. Aha, onların cəmi. Özü bilir. De. Altın üstünü 2'den say. Ay sağ ol, el çalan tamamıyla doğru. Düşündü sonra taptı. Yaxşı, sakin. Milay. 5 ördek var idi. 5 keçi de geldi. Onların sayı 10 oldu. Ay sağ ol Milay, gör nə gözəl ifadə elədi öz fikirlərini. Deməli, cəm 10 oldu. Yaxşı. Aha, indi baxın görün heyvanlar sizə görək təşəkkür eləyəcək. Eləməcək, görün düz danışmışsın, yoxsa sən danışmışsınız. Gördünüz, əl çalaq onda, özünü gördünüz. Ay sağ ol, alqışlar. Yaxşı uşaqlar. İndi mən sizə belə bir tədqiqat sualı ilə müraciət edirəm. Görəsən, domino daşlarının köməyi ilə toplama əməlləri yazmaq olar, olmaz. Baxın, görək necə olar.
qulaq asın. Ola bilər səhv deyər. 3 üstə gəldi 2 bərabərdir 5. Bəkləmək. 6 üstə gəldi 4 bərabərdir 10. Sonra mən 1 üstə gəldi 2 bərabərdir 3. Aysa düzdür uşaqlar? Sizin 2 üstə gəldi 2 bərabərdir 4. Bəsdir, yaxşı, əl çalaq, tamamilə doğrudur. Deməli, sizin qrup üzvləri sənə yaxşı kömək etdilər mi? Əməkdaşlıq elədilər. Hamının əməyi oldu burada. Ay, sağ ol, əyləş. Mən birinci qrupun lideri Sultan Sinan. Biz damla başlarına belə misal qoyduq. 1 üstə gəl 0 bərabərdir 1. 5 üstə gəl 1 bərabərdir 6. 5 üstə gəl 3 bərabərdir 8. 3 üstə gəl 2 bərabərdir 5. 3 üstə gəl 3 bərabərdir 6. 4 üstə gəl 6 bərabərdir 10. Düzdür uşaqlar? Sən özdə Sinan çox gözəl təqdimat elədi. Siz bəyəndiniz? Mən də bəyəndim. Əl çalağında alqışlayaq biz onları. Ay, sağ ol, əyləşdən Lalə. Mən ikinci qrupun lideri Həsənova Lalə. Biz damla daşlarla belə misallar yazdım. 4 üstə gəl 4 bərabər 8. 4 üstə gəl 3 bərabərdir 7. 4 üstə gəl 0 2'dir. 4'dür 2. Deməli, sən 2'nin üstünə 0 gəldin. Axı 0 heç nə idi də. Cavabda neçə aldın? Tamamilə doğrudur. Sonra? 2 üstə gəl 2 bərabərdir 4. 10 üstə gəl 10 bərabərdir 20. 1 üstə gəl 1 bərabərdir 2. 3 üstə gəl 2 bərabərdir 6. 6 üstə gəl 2 bərabərdir 8. Sən? Əla, əl çalaq tamamilə doğrudur, getdir. Mən ikinci lider qrupu Sanazadə Mülayim. Biz damla daşlarından belə misal hazırlamışıq. 6 üstə gəldi 3, 9, 5 üstə gəldi 0, 5, 4 üstə gəldi 1, 5, 1 üstə gəldi 0, 1, 6 üstə gəldi 2, 8, 5 üstə gəldi 4, 9. Düzdür mü uşaqlar? Əl çalağında alqışlayaq. Emil. Üçüncü qrupun lideri Harun Emil. Biz damla başlayalım. Biz damla daşlarından belə bir sual Misallar yazdım. Aha, ucadan. 5'in üstüne 5, 10, 4 üstüne 3, 7, 6'nın üstüne 5 üstüne 6, 11, 3 üstüne 1, 4, 4 üstüne 4, 8, 3 üstüne 0, 3. 3'ün üstüne 0, 3. Ay sağ ol. Əyləş. Uşaqlar, bax, bu qrupdakı uşaqlar, bax, ən gözəl təqdimatı Sinanla Lalə elədi. Ən gözəl təqdimatı. Milay da yaxşı elədi, amma iki qrup bir qədər təqdimatı, məsələn, Simuzlər elan eləmədi ki, o hansı qrupdandır. Düzdür? Bunun da o qədər fərqi yoxdur. Amma misalların cavabını bütün uşaqlar cəmi düz tapmışdılar. Siz mənimlə razısınız? Onun üçün mən sizin hamınızı alqışlayıram. Sizə əla qiymətlər yazacağam. İndi evə gedəndə sizə müxtəlif qiymətləndirmək üçün şəkillər paylayacağam. Orada valideynlərinizə rəy yazacağam. Sizin oğlunuz bugün riyaziyyat dərsində yaxşı iştirak etdi. Sizin qızınız düz cavab verdi. Bax, görürsünüz, indi bunları sizə bir-bir əlinizdə yapışdıracaq. Burada yazmışam. Kim belə yazıb hazırlamışam qabaqcadan. Sizin qızınız düz cavab verdi və yaxud səhv cavab verdi. İndi bunları sizə təqdim edəcəm. Hazırdır, burada qoymuşum. Kimə layiqdirsə, o da alacaq həmin yaxşı və ya pis cavabları. Uşaqlar, biz elə bir gəlin düşünək, görək necə düşünək ki, bizim fikirlərimiz toplama anlamına gəlsin, toplansın. Kim bir cümlə deyər? Kim bir cümlə deyər? Mən. Cümlələri bir yerdə aldırma sən desən. Milay desin. Müəllimə albomları bir yerə topladı. Müəllim albomları bir yerdə topladı. Dilbər desin. Müəllimə kitabları bir yerə topladı. Kitabları bir yerdə topladı. Sonra Sahib desin. Müəllimə bölüklər bir yerə topladı. Müəllimə və müəllimədən başqa Mələk. Pişiklər pəncərəyə topladı. Pişiklər pəncərəyə toplaşdılar. Sonra Nuray.
Müəllimə dəftərləri topladı Aydan. Lale Bakçı'dan gül topladı. Lale Bakçıdan gül topladı, sən de. Sürücüler maşından bir yere topladı. Sürücülər maşınlarını bir yerə topladılar. Emin. Ən yaxşı oxuyan şagird o. Emin, de. De. Toplama anlamına gəlsin. Atam ağacdan meyve topladı. Sən atan ağacdan meyvə topladı, sən de. Mehmet Aravat yıktı. Müəllimə vərəqləri yığdı, topladı, sən de. Əskərlər bir yerə toplaşdılar, əl canağına üçün. Nə yaxşı gözlədi? Yaxşı. Sonra Nur Məhəmməd desin. Askerler tabancalarını bir yere topladı. Tapancaları, silahlarını, onun üçün əl canaq lazımdır. Ay sağ ol, başqa. Səbirə. Lale güller topladı. Lale gülləri topladı, Əli. Arada kardeşler bir yere topladı. Müəllimə qarandaşları bir yerdə, Nəzrin. Müəllim olmasın. Kuşlar bir yere topladı. Quşlar bir yerə toplaşdılar, tamamilə doğrudur. Aydəmir desin, Aydəmir. Dediye. Necə? Dediye. İtlər bir yerə toplaşdılar, tamamilə doğrudur. Tamamilə doğrudur. Kənan desin. Ne Kənan? Ha? Müəllimə kitabları topladı, tamamilə doğrudur. Azər desin. Ya Azər. Bu heç kim kənarda qalmasın. Nəzir. Karandaşları müəllimə topladı. Aysel desin. Dur. Bayrakları bir yere topladı. Bayraqları bir yerə topladı. İlqar. Sınıf yoldaşlarını derse Əliyevanın. Elyavanın ekranı yanına toplaştı. Əl çalın. Ay sağ ol, sən. Uşaqlar, kimdir Zərif Əliyeva? Kimdir Zərif Əliyeva? Məktəbimizin həkimi heykəli var. O kimdir? Simuzər bilirdi. Simuzər kim diyor? Heydər babanın. Həyat yolu. Bəs kimin anasıdır? Kimin anasıdır bəs? Prezidentimiz İlham Əliyevin anasıdır. Biz onun üçün biz o şəklini divara vurmuşuq, məktəbin həyətində heykəlini üstünü qoymuşuq. Ne üçün? O inşa eləməyib, oğlum. Dövlətimizin başçısı inşa edib. Yəni onun da xidmətləri var ki, o bizim üçün dünyaya belə gözəl prezident, belə xalqın qayğısına qalan prezident dünyaya gətirir. Prezident də uşaqların qayğısına qaldı. Bax görürsünüz, bizə pulsuz kitablar veriblər. Düzdür? Gözəl məktəbdə oxuyuruq, gözəl sinif otağımız var, gözəl məktəblər tikdirir, məktəblərimizi təmir elətdirir. Ona görə də biz onları, biz dövlət başçılarımızı alqışlayırıq, təhsil nazirliyimizi ki, uşaqları, balalarımızın təhsilinin qeydinə qalırlar. Ya o vaxta qədər. Hə, gəlsin o vaxta qədər Dilbər. Mən gülləri toplayana qədər. Gəlsin bizim bu torbamıza 5 daşın üstünə 3 daşı yığsın, görək necə yığır. O vaxta qədər. Siz uşaqlar Dilbərə baxın, güllərə baxın. Aç torbanı. Orada 5 tane torba atın, daşı turşalı, siz sayın torbalı daşları. 2. Hele için atmayın. Hele için atmayın. 2. Özün say Dilber, 5'ten de. 3 attın sen. Geçen atmışsın oraya. Ha. 4 atmamışsın. Yok. Bu düz olmadı. Bu düz olmadı. Təzədən özün uçudan bir at torbayı. De. 1, 2, Aha. 3, Aha. 4, Aha. 5. 5. İndi üzərinə 3 dənə daş əlavə elə. 5'ten sonra nə gələcək? 6. Aha. 7. Ay sağ ol. Olsun. 8. Aha. Deməli oxu, indi görüm necə tapdım? 5. 5 de gel. 3 beraberdir 8. Cəm nəyə bərabər oldu? 8'ə. İndi sən 8 daşdan 3'ünü götür. Çıx oradan 3'ünü. Cəmlən 3'ü azaldın. 1, 2, Bildim. 3. Ah. 5'ten 3 daş çıxdım. Bax gör torbanızda neçə daşımız qaldı? 5. Deməli uşaqlar, 8'dən 3'ün çıxanda neçə qalır? 5. Yaxşı. Bəs 8'dən 5'i çıxanda neçə qalır? 8'dən bəs 5'i çıxanda neçə qalır? 3 qalır. Uşaqlar, bax biz bu işarələrdir, bu riyaziyyatı, riyazi ifadələri üstə gəl,
bərabərdir işarələrinin köməyi ilə və yaxud da oldu sözünün köməyi ilə öz fikirlərimizi ifadə edə bilərik. Bundan sonra biz riyaziyyata aid çox misallar keçəcəyik. Siz hələ riyaziyyatın toplamanın başqa qanunlarıyla tanış olacaqsınız. Biləcəksiniz ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. İki qonşu toplananı onların cəmi ilə əvəz etmək olar. Yaxşı. İndi bəziləriniz evdə oturub kompüterlə sizin dərsinizi izləyəcəklər, sizin qiymətlərinizlə tanış olacaqlar. Birbaşa biz onlara xəbər verə biləcəyik ki, bax, sizin uşağınız bugün dərsdə yaxşı oxudu. O gün olsun ki, o gün də gəlsin tezliklə. Bizim işimiz bir qədər onda asanlaşar bəlkə. Good morning, good morning, Qəşən, qəşən. good morning, Həvəslə. good morning. Clap your hands, clap, clap, clap. Stamp your feet, stamp, stamp, stamp. Speed it up, speed, speed, speed. Hurrah! Good morning, good morning, good morning, good morning, good morning, good morning. Wash your hands, wash, wash, wash. Shake your hands, shake, shake, shake. Brush your teeth, brush, brush, brush. Hurrah! Ay, sağ ol. Yaxşı. Yaxşı. Necə? 8-ci səhifəyə. İndi biz, mən sizə birinci dəfə, deməli uşaqlar, dərsə başlayanda izah elədim ki, dərsimiz hər günkündən fərqlidir. Qonaqlarımız var dərsimizdə. Bizim bugünkü açıq dərsimizdir. Biz bu səhifəni monitorda yığdıq. Həmin bax, sincablardır, dovşanlardır, parəvizənlardır. Elə mənim sizə monitorda göstərdiyim, bax, 38-ci səhifəyə aid şəkillərdir. Diqqətlə baxın kitabınıza. Baxdınız? Baxırsınız? Dəftərləriniz açıqdır? Ay, sağ ol. İndi açıldı mı riyaziyyat dəftəriniz? Neçə sincab görürsünüz? 4. Neçəsi gəlir üstünə? 2. Oldu neçə? 6. Aysel gəl. Gəl yazır. Aha. Mənim burada yazın. Ha, yer, ha, orada. Harada duruyorsun? Harada duruyorsun? Bax, siz çərçivələr çəkmişsiniz ha. Birinci çərçivənin altından 2 dama düşürsünüz aşağı. Həmin sıradan yazırsınız. Mənim yerim yoxdur. Aha, əyləş. Dovşanlara baxırsınız uşaqlar. Dovşanları görürsünüz. Baxaq dovşanlara. Aha. Oxu, sən sinəm bax görüm neçə, burada hansı misal, necə riyaziyyatlarda qurarsan? 4 üstə gəlir, 3 bərabərdir. 4'ün üstüne 3 tane say göre. Ay sağ ol yaz. Elədin mi? Yazın. Ay sağ ol Sinan. Əyləş. Bak gör burada sen parəvizənlərə bax görün. Bak bunlara. Ha, neçədən hələ? Say görün. 3 dənə, düzdür? 3'ü də yarpağın üstündə. Necə yazarsan misalı? 3, üstə gəl 3. Ay sağ ol. 3, üstə gəl 3. 3. Bərabər. Bərabər neçə? Yok, indi bərabər qoy, görün bərabər işarəsi. Bak burada bərabər qoy, bərabər. Aysa, 3'ün üstüne 3 tane say görün. 3'ün üstüne 3 tane say. 3 tane de 3 gel, ha. 2 tane de 3 gel üstüne. Tamamıyla doğru da 6. Aysa ol, sen 6 karşısında yazırsın değil mi? Burada 6. Aysa ol, 6 yazdınız. Yazdınız mı uşaqlar? Aha, indi bəsdir. Riyaziyyat kitabımızdakı misalları yazdım. İndi evdə açın iş dəftərlərinizi.